İndi isə bu sualın izahına baxaq. Qonşu bucaqların nisbəti 2/3 kimidir. Böyük bucağın ədədi qiymətinin natural bölənlərinin sayını tapın deyir. Qonşu bucaqların nisbəti 2/3 kimidir. Qonşu bucaqlar hansı bucaqlardır? Baxın, məsələn bir düz xətt verir, bir düz xətti kəsən bir şua çəkirik. Bunlar qonşu bucaqlar. Məsələn bura alfadirsə tutaq ki, burada beta olur. Yəni qonşu bucaqlardır və biz də qonşu bucaqlarda da bilirik ki, alfa plus beta cəmi 180 dərəcədir. Yəni qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Qonşu bucaqların nisbəti 2/3 kimidir deyirsə, məsələn mən alfanı 2x götürürəm, betanı da 3x götürürəm. Toplayıram, bərabər eləyirəm 180-a. 5x-imiz 180 dərəcədirsə, x də bərabərdir 180 böl 5, 36 dərəcə. 36 dərəcə. İndi bizə deyir ki, böyük bucağın ədədi qiymətinin natural bölənlərinin sayını tap. Böyük bucaq hansı bucaqdır? 3x-dir də, ən böyük bucağımız 3x-dir. 3x bərabərdir 3 vur 36-ya, bərabərdir 108-ə. Və mən 108-in natural bölənlərinin sayını tapacağam. Natural bölənlərin sayını tapmaqdan ötürü əvvəlcə bunu vuruqlarına ayırıram. 54, 2, 27, 3, 9, 3, 3, 3, bir də 1. Deməli, 108-i yazıram. 108-in bərabərdir 2 vuruğu var. 2 üstündə 2 vurasın. 3-ün üstündə 3. Deməli, 2-dən 2 dənədir deyə üstündə 2 dənə yazdım. 3 vuruğundan 3 dənə olduğuna görə 3-ün üstündə 3 yazdım. Natural bölənlərinin sayını necə tapırdıq? Natural ədədlər mövzusunda keçmişik. Üstlərini bir vahid artırıb bir-birinə vururam. 2 topla 1 vur 3 topla 1 bərabərdir. 2 topla 1 3 eləyir. 3 vur 3 topla 1 də 4 eləyir. 3 vur 4 12. Burada da cavab D bəndidir.